İlham Əliyev çox belə, bilirsiniz, bu adam birinci qumarbazdır, ikinci nağılbazdır, üçüncü oğradır, üçüncü, dördüncü yaramazdır, beşinci şərəfsizdir, altıncı namussuzdur, yeddinci qeyrətsizdir. Yəni bu adam Alona göyə namusunu qeyrətinə görə mən 15 il iş verdi. Ki nədir? Mən Meymana yardım ettim. Bütün bu Alona kim olduğunu Meyman açdı, koydu ortaya. Mən də onun böyründə iştirak ettim. Ancaq bu insan düşünmür ki, Meymana mənə durub salam deməliydi. Yəni qeyrətli bir, namuslu bir adam olsa, bir namuslu bir ailədən, o dədəsindən qeyrət qalsaydı, onun dədəsi də qeyrətsiz, namussuz, şəxsiyyətsiz bir, o görbagör olsun dədəsi. O, bu da heykəl qopdular, ha, Heydər Əliyev. Onu da deyəcəm, bir gülməli məsələlər var Heydər Əliyev, balaca ilə və böyüklə bağlı. Yəni bu əxlaqsız bir ailə, biz fakt görürük ki, danışanı öldürür, nə bilim, ya da ölkənin içərisində olanda, ölkənin içərisində türməyə atır və orada işgəncə verir. Yəni türməyə atmaq yaxşı, bir tərəfdən attın, yəni. Ancaq biz görürük qadın jurnalistlərimizə işgəncə verirlər, biz görürük Tofiq Yaqubluya işgəncə verirlər. Hər birinə, ümumiyyətlə, kim ki həqiqəti deyən adam türmədənsə, onu gündə, bu yaramaz onun adamları gündə stres eləyirlər. Yəni psixoloji təsirlər edirlər, karserə salırlar, zülümlər verirlər. Yəni bu adam ağlını itirir. Bu adam yəni düşünür ki, bu xalqa şou göstərməklə ki, İlqar Hacıyeva 15 il iş vermişəm Alonama görə, o özünü biabır edir. İlqar Hacıyev Amerika ölkəsindədir və burada hüquq var, qanun var, məhkəmə sistemi var. Ancaq İlham Əliyevin mənim hüququmu da, mənim o malımı oğramaqla, mənim nə bilim yaramazlıqlarını eləməyindən o düşünür ki, xalqı ölkə daxilində qorxuzacaq və öz Naxçıvanımı dronlayıram, vururam, öz xalqımı dron atıram və Alona söhbətini aradan qaldırıb gündəmi dəyişəcəm. İlham Əliyev, yaramaz, tərbiyəsiz. Bu mənim üzümə duran yaramazlar da Vladislav Yusupovdur, Qotnisanovun xalası oğludur, kimdirsə. Yəni bu adamlar, mən də onunla Azərbaycanda görüşmədiyim bir insandır. Mən o adamı heç Azərbaycanda görməmişəm, salam verməmişəm. O, Ramil Yusubov ərizəsində, şikayətində yazıb ki, güya ki, Heydər Əliyev aeroportunda mənə 3 milyon pul veribdi, nə inibdi, nə qarib. Ümumiyyətlə, özləri də bilmirlər nə yazıbdılar. Ancaq məsələ onda deyil. Bu, Rusiyada bilirsən, həm Rusiyada yox, 2010-cu ildə mənim biznesimi alanda Əşrəf Kamilovun soxdular ortaya. Əşrəf Kamilov da hamı bildi ki, bu birbaşa balaca Heydərin bütün malını, mülkünü saxlayan adamdır. Yəni, akordu Əşrəf Kamilov üzərindən verdilər balaca Heydərə. Ondan sonra 2018-19 Rusiyada bu Götnisanov, üzrlü hesab eləyin, bu, yəni adı Götdür də, bu mən özüm eləməmişəm, fikirləşməmişəm ki, bunun adını. Yəni bu adam İlham Əliyevin şərəfsiz, üzə duranı, qulduru, banditi gəldi, dedi ki, balaca Heydərə, Vernatskay binanı mən balaca Heydərə vermək istəyirəm. Bu məndən orada 30% gəmi şərikdir. Mən dedim, öz payımı özün bilərsən, vermək istəyirsənsə ver. İlham Əliyev bir dəfə mənim 4 milyardlıq biznesimi oğruyubdu. İndi Rusiyada nə aidiyyəti var balaca Heydərə? Dedi ki, balaca Heydərə buranı verməsən, ən yaxşı halda ya türməyə gedəsən, ən pis halda elə burada padvallarda öləsən. Emir bəy, bunun görbagör dədəsi hələ sağ olanda buna tapışıb ki, Azərbaycan xalqına sən zülüm verməlisən. Azərbaycan xalqının imkanı, pulu, bir şeyi olsa, onlar heç vaxt qəbul etməzdir.
qəbul etməzlər ki, sənin kimi əxlaqsız, namussuz bir, qeyrətsiz bir adam bu ölkəni idarə etsin. Bunun doğmaca əmisi Cəlal Əliyev. Yəni onun sözlərini deyirəm, mənim sözlərim deyil. Deyir, fakt bu mənim yeznəm, qardaşım oğlu, üzürlü hesab edeyim, Mandavoşkadır. Yəni o Mirfahişəyə də o söz demişdi. O Azərbaycan dilində bitdir onlar, bit. Bəli, bu bir şey də mən Mehriban Paşayeva da deyib əxlaqsız bir adamdır. Yəni bu adam elə fahişə, az qalıb deyib fahişə, o fahişədir. Birbaşa deyib ki, mən ancaq 17 kişini tanıyıram, kimlər ki Mehribandan cinsi əlaqədə olub. O bizim işimiz deyil. Yəni mən əmisinin, İlham Əliyevin əmisinin sözünü deyirəm. Cəlal Əliyevin Mehriban Paşayevaya, bir də İlham Əliyevə məktubu var. Elə belə deyil. Yəni onu da inanıram ki, bu Mehriban Paşayeva öldürtdürdü Cəlal Əliyevi. Yəni bu adam əxlaqsız bir qadın özünü həmişə necə göstərdi? Bu güya ki, belə anaların anasıdır. Bu nə bilim UNESCO, SİSESCO, mədəni, tərbiyəli. Ancaq gördünüz ki, bu mümkündə Emin Hüseynova o lotular kimi əlini belə elədi və fakt öz real sifətini göstərir. Çünki o evdə hamısını axranlardan tutmuş təhqir eləyir, uşaqlarından tutmuş təhqir eləyir. İlham Əliyevi özünü şəxsən təhqir eləyir. Yəni İlham Əliyeva deyir ki, sənin dədəndən mənə qalmış bir mirassan. Yəni dədən mənə tapşırıb ki, öz ailələrində danışıbdılar. O söz mənə içəridən gəlib çıxıb ki, sən, yəni mən səni boş buraxsaydım, bu saat kazinolarda, qumarda, fahişəxanalarda itib batmışdım. Mən səni adam eləmişəm. Yəni bu arvadı, bu pozğun qadın bizim ölkəni idarə edir. İlham Əliyev özü loqdur, o ölkə zadı idarə etmir. O ailəsindən xəbəri yoxdur. O, yəni bir yeganə oğlu var, bir yeganə oğlu. Onda getdi, o boyda Azərbaycanda 10 milyon Azərbaycanlı, Türk Azərbaycan fərq etməz, ləzgisi olsun. Bizim hamısı bizimkilərdir, Azərbaycanlılar. Elə düzgün baxanda 60 milyon. 60 yəni gedib o boyda bizim xalqın içində bir namuslu, bir qeyrətli qızı alıb evinə gətirmirsən, gedib Ukraynadan pozğun, bardan, özdə hələ necə yaxşı pozğunluğunu kənara qoyduq. Kimlənsə nə eləyibsə, nə qələt eləyibsə. Siz necə adamsınız, necə öz doğmaca, nə bilim, xalası, bacısı oğlu, öz doğmaca bacısı oğlu saxladığı eskort insanı götürüb balaca Heydərə ötürübdür. Biz də onu həqiqətən... Heç olmasa namuslu bir adamı gətirib öz qarvad eləydin də. Arkadaş, mən də onu deyirəm, öz xalqımızda niyə qızlarımız yoxdur mu? Namuslu, qeyrətli, gözəl. Bunlar bilirsiniz niyə Azərbaycandan namuslu, qeyrətli qız evlərinə gəlir? Çünki evdə bunlar hamısı qeyrətsiz, namussuz adamlardır. Yəni bunlar əxlaqsız adamlardır. O namussuz bir adam ora gələndə, namuslu bir qız, gəlib görəndə ki, bunlar əxlaqsız, yəni çöldə özlərini göstərdiyi kimi deyil. Əxlaqsız bir ailənin içərisinə düşüb. O kim olsa ya öldürəcəkdilər, ya qovub qaçacaqdı. Ona görə bunlar özləri kimi, o deyir, gəlin ocağa çəkər, özləri kimi əxlaqsız bir dənə qadını gətiribdilər, balaca Heydəri də xəstə uşağı zibilə salıbdılar. O uşaq xəstədir, ondan əl çəkin, yalandan onu aparıb, nəm şeyxlarla tanış etmək, nəm sokarın işçisi kimi göstərmək. Yəni bu Azərbaycan sultanlıqdırmı ki, ay yaramaz, sən dədəndən, elə bilirsən, dədəndən miras qalıbdı Azərbaycan. İndi də oğlunu verəsən, xəstə oğluna. O da gəlsin bir dənə Ukrayna fahişəsini gətirib bizə vitse-prezident eləsin.